Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə əşrafil ənbiya müsəlin Seyyid Muhammedin və alə alihi və ashabi əcməni və ba'd. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu. Deməli, müəllif rahiməhullah şəhadət bölümün bitirəndən sonra, daha doğrusu şəhadət yox, şəfaət bölümün bitirəndən sonra buyurur ki, bəb təzə fəslə keçir. O da buyurur ki, bəb qavlillahi ta'ala İnnəkə lə təhdi mən əhvəbdə əl-əyə. Yəni, müəllif rahiməhullah Qasas surəsi 56-cı ayəni gətirir. Qasas surəsi. Kim oxuyacaq bu? Tərcümə. Deməli, təbii ki, bu məsələ də təvhidə aiddir. Yəni, o cəhətdən ki, əgər Peyğəmbər sallallahu aleyhi ve selləm sağlığında istədiyi adama, sevdiyi adama yönəldə bilmədisə və öləndən sonra necə? Öləndən sonra yönəldə bilər, kömək eləyə bilər və ya qeyrisi, Peyğəmbərdən qeyrisi sallallahu aleyhi ve sellemdən. Ona görə bu qəbirlərə ibadət edənlərin elə bir ki, qapılarını örtür. Ona görə indi ayəni oxuyacaq inşallah. Deməli, Qasas surəsi 56-cı ayə. Yəni, necə ki, şəfayəti Allah Taala'nın izni olmadan heç kəsə verilməyəcək, hətta Peyğəmbər sallallahu aleyhi ve sellem şəfayət üçün izin istəyəcək, həmçinin də, qardaşlar, hidayət də belədir. Hidayət də belədir. Allah Taala hər şey Allah Taala əlindədir və fəsil bundan bəhs eləyir. Bir dənə ayənin tərcüməsini oxuyaq, 56. Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. Allah istədiyini doğru yola yönəldir. O doğru yolda olanları daha yaxşı tanıyır. O doğru yolda olanları daha yaxşı tanıyır. Yəni, o bilir kim doğru yola layiqdir, kim layiq deyil. Kim layiq deyil. Və bu ayə də, qardaşlar, göstərir ki, Peyğəmbər sallallahu əleyhi əlində heç nə yox idi. Peyğəmbər sallallahu əleyhi əlində heç nə yox idi. Nə xeyir, nə zərər, hamısı Allah Taala əlindədir. Və bu ayə nazil olmağı səbəbi Əbu Talibdir. Peyğəmbər sallallahu əleyhi deməli, bilirik ki, Peyğəmbər sallallahu əleyhi Əbu Talibin evində yaşayıb, işləyib evində, əmisi idi, doğma əmisi, lakin müşrik idi, qəbul eləməmişdi. Ona görə artıq ölüm vaxtı gəlir, Peyğəmbər sallallahu yenə dəvətini davam edir və deyir ki, ya əmi, bəs diqinə la ilə illallah hansı ki, saat gələcək qabaqda da, fəslin əvvəlində, daha doğrusu bu ayədən sonra müəllif, rahiməhullah, İbn-i Müseyyimin rivayətini gətirir, tabinlərdən biridir. Bəs, qəbul elə, la ilə illallah, qiyamət günü istəyim Allah Taala'dan sənin üçün, nəcat. Və lakin, Əbu Talib demir. Və səhi budur ki, Əbu Talib deməyib. La ilə illallah. Yəni, müşrik kimi ölüb. Çünki bəzi müxaliflər, əhl-i-sünnə və cəmaə sələflərə, onlar deyirlər ki, Əbu Talib deyib. Gör ki, kimsə pıçıldayanda eşidib, kimsə orada belə deyib, la ilə illallah, zat belə əsas dəlillə lazımdır, pıçıldamaqla yox. Kimsə eşidib, bu dəlil deyil. Dəlil olmalıdır ki, bəli, dedi, deməyib. Deməyib və ona görə müşrik kimi öldü. Müşrik kimi öldü. Və ödə Səhih Müslimdədir. Hətta öləndə Əbu Talib Əlini çağırır. Əli də radiyallahu anh Ömər bin Xəttabın qaynatası. Əbu Talibin nə idi? Oğlu. Əlinin atası Əbu Talib idi. Ona görə Əbu Talib həlak olanda Peyğəmbər sallallahu əlini çağırır, deyir ki, apar, bastır, iyi verməsin. Bu onu göstərir ki, kafir kimi ölüb. Aydındır, əgər la ilə illallah desəydi,
onu müsəlman kimi bastırardı. Bu dəlildir. Deməli, müəllif rahimehullah burada ayədən sonra indi gələcək bu hədis. Ayədə sadəcə, qardaşlar, buyurur ki, İnnəkə lə təhdi mən əhbəbtə. Sən istədiyi və sevdiyi hidayət verənməzsən. Burada hidayət, yəni hidayət-i tevfiq. Yəni, daxilən hidayət yönəldən. Onu Allahdan başqa heç kəs eləyə bilməz. Çünki hidayət var, hidayət-i tevfiq iki növdür. Və hidayət-il irşad vəl-bəyan. Məsələn, var, hidayətin bir növü Allaha məxsusdur. Necə ki, bu ayədə. Sən istədiyi və hidayət verənməzsən. Yəni, Allah verən hidayətdən. O hidayət, yönəldən qəlbləri Allahdır. Amma başqa ayədə Allah subhanət hələ buyurur ki, وَإِنَّكَ لَهْتَهْدِي إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ. Deməli, Şura surəsi 52-ci ayə. Sən düz yola yönəldənsən, hidayət verənsən. Yəni, bu ayənin arasında ziddiyyət yoxdur. Bəzilər ola bilər ziddiyyət görsün ki, o birincidə deyir ki, sən hidayət verənməzsən. Bu ayədə dedi ki, bəs Şura 52-də bəs hidayət verə bilərsən. Birincidə hidayət-i tevfiqdir. O hidayəti ki, daxilən Allah Taala qəlbi yönəldir. O hidayəti heç kəs verəməz. Amma bu ayədə isə hidayət-i dəlalə və irşad. Yəni, bəyan eləmək. Bəyan olsan, səbəb olursan. Sən bəyan elədin, sən dedin, sən səbəb oldun, gəldilər. Buna deyirlər hidayətül bəyan. Bu hidayət başqa hidayətdir. O ayədəki hidayət başqa hidayətdir. Görəndə Allahdır. Peyğəmbər sallallahu əleyhi və səlləm deyil. Yoxsa Peyğəmbər sallallahu əlində bu olsaydı, hamını gətirərdi. Lakin Peyğəmbər sallallahu deyirdi, lakin gəlmirdilər. Çünki Allah hidayət-i tevfiqi vermirdi. Layiq deyirdilər ona görə. Və sonra həmçinin İnnəkə ləh təhdi mən əhbəbtə və burada göstərir ki, Peyğəmbər sallallahu sevirdi Əbu Talibi. Əbu Talibin düzdür, xidməti olub Peyğəmbər sallallahu əleyhi və səlləmin qorunmasında, müdafiə olunmasında baxmayaraq özü müşrik idi, lakin qohumluq əlaqələri təsir edirdi. Və ona görə, o hərəkətlərinə görə Əbu Talib, Muhammed sallallahu əleyhi və səlləm sevirdi onu, əmsi kimi. Və bu onu göstərir ki, kafiri qohum sevmək olar. Kafir qohumu sevmək olar. Lakin dinin yox, əqidəsin olmaz. Dost düşmən ki, məsələsi var, vara və bara, tevhiddə. Orada məqsəd dinin əqidəsin düz saymamaq, sevməmək. Amma insan kimi sevmək olar. Məsələn, Allah Taala bizə icazə verib onlardan qız almağa. Yəni, öz həyat yoldaşı kimi sevə bilərsən yoldaşmayı. Və ya məsələn, əmin, məsələn, onlardan, dayın onlardandır və ya valideyni onlardandır, məsələn, kafirlərdən, xristiyandır. Ana kimi sevə bilərsən. Ata-ana kimi sevə bilərsən. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deməli ümrə eləyəndə Məkkəyə o Peyğəmbər sallallahu əleyhi və səlləm anasının qəbrinin yanından keçdi. Anasının qəbrinin yanından keçəndə Allah Taaladan icazə aldı ki, al ya Rabbi, onu bağışla anasın. Allah Taala bağışlamadı. Çünki müşrik kimi ölüb. Lakin Peyğəmbər sallallahu dayanmadı, dedi ki, ya Rabbi, icazə ver, ziyarət edeyim onu. Allah Taala icazə verdi. O da ziyarət etibar üçün. Yəni, axirəti yada salmaq üçün. Məqsəd o idi. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm dua eləyə bilməzdi ona. Müşrikə dua eləmək olmaz. Öləndən sonra. Amma sağlığında dua eləmək olar ki, hidayət istəmək. Peyğəmbər sallallahu müşriklərə dua eləyib, hidayət istəyib. Amma onun bağışlanması yox. Ona görə Peyğəmbər sallallahu icazə verdi Allah Taala anasının qəbrini ziyarət eləməyə və o da ziyarət edirdi, ağlayırdı və ətrafındakı sahabələr də yəni ağlayırdılar.
Abu Hureyra rivayət edib və Müslimdə cənazə bölümündə fəslin də adı Peyğəmbər sallallahu aleyhi ve sellem Allah Teala'dan anasının qəbrini ziyarət eləmək üçün izin alması. Və sonra müəllif rahimullah ayədən sonra Sahih Buxaridə gələn rivayətin birini qeyd edir. Deyir ki, Ən İbn-i Müseyyib Ən əbihi qalə ləmmə hədarat Əbə Talib vəfə cəəhu Rasulullah sallallahu aleyhi ve sellem və indəhu Abdullah İbn Əbi Umeyyə və Əbu Cəhil fəqalə ləhu. Yəni, Buxaridə gəlir ki, İbn-i Müseyyib də tabinlərdən biri idi. 90-dan sonra dünyasını dəyişib, 90-cı ildən sonra və atası da Müseyyibdir. O da sahabələrdən biri idi. Osman radiyallahu anh xilafətində dünyasını dəyişib. Deyir ki, o vaxt ki, Əbu Talibin vəfata yəni yaxınlaşdı, Peyğəmbər sallallahu gəldi və gördü ki, yanında Qureyşdən də adamlar var. Əbu Cəhil də oradadır. Və dedi ki, bunlara baxmayaraq, dedi ki, Ya əmmi, ey əmim, qul la iləhə illallah, dinə la iləhə illallah, kalimətən uhəccu ləkə indəllah. Fəqalə ləhu ətərğəbu an milləti Abdülmuttalib. Yəni, dedi ki, dinə la iləhə illallah, qiyamət günü o kəlməni dediyivə görə Allah Teala'dan səndən üçün şəfaət istəyim, müdafiə edeyim səni. Yoxsa müdafiə edə bilməyəcəm. Əmin olsun belə. Fəqalə ləhu, orada müşriklərdən Əbu Cəhil dedi ki, ətərğəban milləti İbrahim, milləti Abdülmuttalib, yəni Abdülmuttalibin millətindən üç çevirirsənmi? Yəni müşriklikdən, yəni bütlərə ibadətdən, yəni dinindən. Millə burada dindir. Yəni Abdülmuttalibin dinindən üç çevirirsən və fə'adə aleyhin nəbi sallallahu aleyhi ve sellem. Buna baxmayaraq Peyğəmbər sallallahu aleyhi ve sellem yenə təkrarladı. Dedi ki, dinə la iləhə illallah. Fikir verirsən, müşrik. Əmisi müşrik idi. Fə'adə yenə dedi, təkrarladı. Yəni, Əbu Cəhil də təkrarlayırdı ki, Abdülmuttalibin dinindən üç çevirirsənmi? Fəkənə əxiru mə qal huvə alə milləti Abdülmuttalib. Yəni, axırda hələ dediyi də hələ Abdülmuttalibin dinində qaldı. Fəəbə ən yəqul la iləhə illallah. Yəni, la iləhə illallah deməkdən imtina elədi. Üç çevirdi. Və deməli, qardaşlar, bu kəlmələrdə də, bu rivayətdə də həmçinin, yəni biz götürürük ki, faydalardan qardaşlar, bəs insan dəvət bitmir. Dəvəti sonaca eləmək lazımdır. Yəni, dəvət qutarmır. Baxmayaraq, Əbu Talib müşrik idi, lakin Peyğəmbər sallallahu hətta vəfat eləyənə yaxın gəlib yenə dəvətin davam edirdi. Həmçinin də göstərir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem necə həris idi, ümumiyyətlə, faydalardan götürür ki, insan ən birinci həris olmalıdır ki, insan gəlsin dinə. O hərislik olmalıdır. Xüsusən də qohumlarla. Çünki insan həris olmalıdır ki, qohumları, valideyni, yoldaşı, övladları düşməyə cəhənnəmə. Xüsusən də qohumları. O hərislik olmalıdır. O hərislik olmasa müşküldür. Yəni, indi dəvət belədir ki, hərislikdir ki, dəvət eləmə. Yəni, elə başa düşüblər ki, biri müşriksə qutardı. Dəvət bitdi ona. Yəni, onu da necə ki, dəvəti bitib, işi də bitib. Yəni, fürsət olsa, hər şey eləmək olar. Bu düzgün deyil, bu başa düşmək. Bu fəhim düzgün deyil, qardaşlar. Dəvət qutarmır. Hətta son vaxtlarınca əgər yaxındırsa, dəvət eləyirsən. Həmçinin göstərir ki, xəstə qohumu ziyarət eləmək olar. Xəstə qohumu ziyarət eləmək, xüsusə əmi. Əmin haqqı var, qohumluq haqqı, həm də ən yaxın adamdır sənə. Ən yaxın adamdır. Hətta müşrik olsa belə ziyarət eləmək olar, lazımdır və lakin bir dənə şərtlə. Əgər kafirdirsə, ziyarətdə gelirsənsə, bir dənə şərt olmalıdır. Əsas o nədir? Niyyətində dəvət olmalıdır. Niyyətində dəvət olmalıdır. Sən gedirsən,
ki, İslamı göstərəsən, bəlkə fikir deyirsə İslama qarşı. Və orada dəvət eləyəsən, desin ki, la ilahe illallah. Bəlkə deyir. Aydındır. Həmçinin göstərir ki, qardaşlar, adam öləndə faydalardan həmçinin, adam öləndə nə demək lazımdır? Nə demək lazımdır? La ilahe illallah. Təlqin babudur. Təlqin, yəni təkrarlamaq sözü. Ona görə adam ölən vaxtı, yəni ölən az qalmış, təlqin eləmək yaxşıdır, sünnədir. Və necə ki, lakin nəyi deyirsən? Deyirsən, bu deyinə la ilahe illallah. Tövbə eləsin, la ilahe illallah desin, əstəğfurullah eləsin. Lakin ən gözəli la ilahe illallahdır, yoluşlar. La ilahe illallah. Və çünki faydalardan da görsənir ki, baxmayaraq adam ömrü boyu müşrik olub, la ilahe illallah desə, qiyamət gün faydası olacaq. Çünki Peyğəmbər salsa bir də onu ki, dedən la ilahe illallah deyil. Yəni, desəydi, faydası olardı qiyamət günü. Lakin demədi. Onu göstərir, la ilahe illallah kəlməsinin əzəmətliyi. Onu görsənir ki, insan la ilahe illallah desə, əməl etməsə belə, o müsəlman sayılır. Aydındır, o müsəlman sayılır, əməl etməsə belə, hələ dindən çıxman sayılmır. Mesela bu moddur bu kəlmə, bu cümlə, bu məsələ əslən. Yəni, biri la ilahe illallah desə, iman getirib qəlbən, lakin əməl eləmir. O müsəlmandır, yoxsa yox. Və bəzilər çaşdıran nədir? Bəzi alimlərin fitvaları. Bəzi alimləri deyəndə ki, biri ancaq şəhadəti, kimsə deyir ki, şəhadəti gətirib, heç bir əməl görmə. Bəzi alimlər deyirlər ki, yox, bu murciə əqidəsidir. O müsəlman sayanlar murciələrdir. Bəli, hansısa cəhətdən, əleyhissalam, hansısa cəhətdən murciəliyi var burada. Yəni, murciələr belə deyir. Ne üçün? Çünki murciələr əməli imandan görmürlər. Amma birdən əhl-i sünnədən, sələfi əqidəsinə mənsub adam birdən belə desə, o murciə salır, xeyr. Ona görə İbn Baz rahimullah, ondan soruşurlar ki, o adamı ki, o alimlər ki, kim ki, la ilahe illallah deyib, qəlbən iman gətirib, lakin əməl etməsə zahiri əməlləri, onu təkfir eləməyən alimlər murciə sayılır. Şeyx bin Baz dedi ki, xeyr, murciə sayılmır. Şeyx bin Baz dedi ki, xeyr, murciə sayılmır. Ona görə, qardaşlar, bəzən görürsən ki, bəzən fitvalar alimlərin adamı çaşdırır. Çaşdırmır adamı. Kimi çaşdırır? Kim elmdə mütəməkkin deyil. O çaşacaq. Bu bir. İkinci də, qardaşlar, fitva ilə gelmək düzgün deyil əslən. Fitva məsələn özü deyil. Fitva sadəcə məsələyə kömək eləyir. Məsələni başa düşmək üçün kömək eləyir. Amma məsələ özü deyil. Ona görə görürsən ki, hərdən fitva ilə məsələ özündə ziddiyyət var. Fitva ilə məsələ özündə ziddiyyət var. Məsələn, Şeyx Fozandan soruşurlar ki, biri əgər görürsə şirk eləyirsə, elmim yoxdursa, onu müşrik deyə bilərsən. Lakin dərsində hökm vermək barədə deyir ki, kim hökm verməlidir? Dedi alim. Hətta elm tələbələrinə və yarımçıqlara bu məsələdə müraciət eləmək olmaz. Yəni, ziddiyyət deyil. Sadəcə orada qıssadır. Nə vaxt deyirsən, alimin dediyindən sonra, bilən dediyindən sonra. Amma bu məsələni, özü də fikirləşin, bu məsələni açsaq, qapısın, hər adam girsə, ancaq körücək. Və indi nöş körlanıb, hər adam deyir ona görə. Amma hər bir məsələni öz əhlinə tərk eləsən, vəziyyət neylər? Düzələr, tənzimlənər, qaydasında olar. Hətta dünyanın məsələlərdə. Dünyanın məsələlərdə kimlə gəldi, danışdı, nə olacaq? Ərciməzilik. Lakin hər kəs öz sənətinə uyğun danışsa, vəziyyət düzələcək. Dini məsələlər daha dəqiq olmaq lazım, qardaşlar. Ona görə belə məsələlər çaşdırır. Ona görə la ilahe illallah əzəmətliyi görsənir, qardaşlar. La ilahe əzəmətliyi xüsusən də axır kəlmə düşün. Düzdür, desək ki, əməl olmasa belə, o demək deyil, biz əməli imandan ayırdıq. Əməl imandandır. Əhl-i sünnə əqidəsi budur ki, sələflərin iman dillə demək, qəlblə təsdiq, əməllə göstərməkdir. Əməl sadəcə olmalıdır, heç kəs demir, əməl olmasın. Əməl olmalıdır. Lakin birdən insan elə bir vaxt yaşayıb ki, olmayıb. Birinci, belə insan təsəvvür olunmur. Necə ola bilər ki, bir insan düşün, la ilahe illallah, lakin heç bir əməl görməsin.
heç bir əməl görməsin. Ola bilməz. Belə əslən təsəvvür olunmur, qardaşlar. Olmalıdır. Öyle bir əməl, insan yoxdur, elə bir misal yoxdur. Elə bir, bəlkə də heç 14 əsrdir, indiyəcə belə bir insan olmayıb. Belə bir insan, ola bilər insanda, hətta özünüz də görürsünüz ki, insan görürsən, namaz qılmır, lakin həcc eləyir. Namaz qılmır, oruç tutur. Namaz qılmır, sədəqə verir. Namaz qılmır, məsələn, nəzir eləyir. Namaz qılmır, məsələn, valideynlərinə baxır. Namaz qılmır, qurban kəsir. Bunlar hamısı əməldir. Namaz qılmır, dua eləyir. Aydın qardaşlar, əslən, vallahi, məsləhətdir ki, adam belə məsələləri çox girişməsin. Nəinki, ümumiyyətlə, dini məsələ, dünyanın məsələlərdə də. Sən əgər bir şey bilmirsənsə, o məsələyə girişmə. Bunu sən də mənlə razısan. Ne üçün? Çünki kör edirsən, xüsusən də dini məsələlərdə, xüsusən də belə məsələlərdə. Bu məsələ ağırdır, qardaşlar. Bu məsələ müzakirə eləmək üçün, danışmaq üçün insan gərək kifayət qədər elmə malik olmalıdır. Və xüsusən də bu məsələlər barədə kifayət qədər məlumatda olmalıdır. Məlumatsız adam 3-4 dənə internetdən fitva oxuyan belə məsələlərin müzakirə etmək olmaz, düzgün deyil, qardaşlar. Səhvdir. Aydındır. Deməli, və məlum oldu ki, həmçinin hədislər rədd kimlərə aiddir, kimlərə onlara aid rədd var ki, onlar ki, deyirlər ki, Əbu Talib müsəlman kimi öldü. Xeyr. Hədislərin üçün cavab da onlara. Və sonra buyurur ki, Cəəhu Rasulullah s.ə.v. Və həmçinin də göstərir ki, insan oturduğu adamlara faydalardan həmçinin hədisdə insan oturduğu adamlara fikir verməlidir. Çünki oturan adamlar insana təsir eləyir. Görürsən, Əbu Cəhil hecilər yanında idi o vaxt ki, onlar başladılar Əbu Talibi, demək ki, sən Abdülmuttalibin dinini tərk edirsənmi? O səbəblərdən biri görürsən, mani oldu la ilahə deməyə. Ona görə insan oturan adamlara fikir verməlidir. Həmçinin, qardaşlar, faydalardan həmçinin hədisdə insan deməməlidir haqqı axtaranda ki, yox, mənim valideynlərim belə olub. Haqq valideyndən üstündür. Haqq hər şeydən üstündür. İnsan haqqı tapanda baxmaq lazımdır o valideynə, baxmaq lazım dəlilə. Dəlil olsa, hə. Yox, əgər kim ki başlayacaq nəslinə, dəlinə, valideynə istinad eləməyə, onda müşriklər də belə eləyirdi. Müşriklə onun arasında nə fərq olacaq? Oxşarlıqdır. Ona görə insan haqqı axtaranda baxmamalıdır valideynə, baxmalıdır dəlilə. Dəlil haradadır? Mömin orada olmalıdır. Dəlil möminin nə idi? Kölgəsi. Həmçinin, qardaşlar, la ilahə kim deyir? Onun üçün qiyamət günü nəcat olması, yəni bu faydalardandır. Və sonra müəllif rahimullah buyurur ki, fəqalə Nəbi sallallahu başqa bir rivayəti gətirir. Lə əstəğfirannə ləkə mə ləm unha ank. Yəni, bu başqa rivayətdir. Yəni, sən düşün, la ilahə illallah, mən sənə Allah yanında bağışlamağı istəyəcəm sənin üçün. Bunu göstərir ki, müşrikə olmaz. Müşrikə bağışlanmaq istəmək olmaz. Və həmçinin, qardaşlar, başqa rivayətdə gətirir ki, bu müəllif deyir ki, fəənzəlallah mə kənə lin-nəbiyyi vəl-ləzīnə əmənu ən yəstəğfiru lil-müşrikin. Burada həmçinin ayə var ki, Allah subhanətə alə buyurur ki, Məryəm surəsi 35-ci ayə ki, Allah Teala qadağan eləyir Peyğəmbərə və iman əhlinə müşriklərə bağışlanmaq diləmək. Müşriklərə bağışlanmaq diləmək. Ayənin davamı da gəlir ki, وَلَوْ كَانُوا اُلِي الْقُرْبَى. Yəni, hətta onlar qohum olsalar belə. Yəni, yaxın qohum olsalar belə. Yaxın qohum olsa belə,
əgər müşrikdirsə, onlar üçün dua eləmək olmaz, bağışlanmaq. Necə ki, hədisdə də gəlib, Peyğəmbər s.ə.v yaxınlıqla zadla deyil İslamda. Peyğəmbər s.ə.v Fatimə qızına deyir ki, nə isə indi istə. Qiyamət gün mən sana cavabdək deyiləm. Aydın qardaşlar, baxmayaraq, Peyğəmbər s.ə.v bəzi əmiləri kafir oldu və lakin Allah s.ə.v Bilalı, Həbəşistandan Bilalı izzətləndirdi, yüksətdi. Yəni, qohumluqla deyil. İstəyir Peyğəmbərin qohumu olsun, istəyir qırağın. Haqlandır, hidayətləndir. Aydın qardaşlar, qiymət qohumluqla yox, haqla gedir. Və həmçinin burada buyurur ki, müəllif sonra yenə gətirir ki, "Ənzəlallahu fi Əbi Talib." Müəllif də demək istəyir ki, bu ayə Əbu Talibə görə nazil olmuşdur. İnnəkə lə təhdi mən əhbəbdə və ləkinnəllaha yəhdi mən yeşə. Qasas, yəni 52. Sonra müəllif rahiməhullah burada faydalar gətirir məsələlər və buyurur ki, İnnəkə lə təhdi mən əhbəbdə, onun təfsirini bildik və sonra həmçinin bildik ki, yəni qohumluqla zadla bir şey deyil. Həmçinin Lə ilə illallah əzəmətliyini keçdik. Həmçinin öyrəndik ki, müşriklər Lə ilə illallah mənasını bilirdilər. Abu Cəhəl, həcələr o vaxt ki, bilirdilər. Çünki nə üçün imtina elədilər? Bildilər ki, bu kəlməni desələr, pirləri tərk eləmədilər. Obyektləri tərk eləmədilər, ona görə demədilər. Onu göstərir ki, o vaxtki müşriklər Lə iləhə illallahın mənasını dərk edirdilər. Bilirdilər, ona görə. Bu da eyibdir indikilərə. Lə iləhə deyirlər, gelirlər pirlərə, obyektlərə. Aydındır. O başa düşmür, təbii, Lə iləhə illallahın. Həmçinin Peyğəmbər salsa məsələlərdən həmçinin müəllif gətirib ki, rahimullah, həmçinin necə Peyğəmbər salsın ciddi olması, həris olması ki, əmisi İslama gəlsin. Yəni, hərislik. Peyğəmbərlər həris idilər, dəvətçi də həris olmalıdır. Ki, cəmaat gəlsin deyinə. İndi təbliğat nəyə gedir? Cəmaatı çıxart. Dində olanları da çıxartdılar. Daha çıxış qalmadı ki. Sonra həmçinin qardaşlar, aydındır ki, məlum oldu ki, Əbu Talib müsəlman kimi ölməyib. Və həmçinin müşrikə dua eləmək olmaz. Bağışlanmaq üçün, xüsusə öləndən sonra həmçinin adam oturanlarına fikir verməlidir. Çünki onun yaxınlar əgər salih olmasalar, insan zələl verirlər. Həmçinin nəsillə deyil, yəni haqq axtarmaq. Həmçinin əməllər axırıncı əməllərə görədir. Faydalardan həmçinin əməllər axırıncı əməllərə görədir. Axırıncı əməl necə oldu eləsən? Və bu qədər. Müəllif yəni qutarır və sonra başlayır başqa məsələ. Babu məcəə ənə səbəb küfrü bəni Ədəm və tərkihim dinəhum huvəl-ğuluf fis-salihin. Yəni, Adəm övladının azmağında, dini tərk eləməyində səbəb salihləri şişirtmək idi. Salihləri şişirtmək. Hansı ki, inşallah gələn dərsimizdə